Esselamu Aleyküm. Hal-hazırda biz gəlmişik Şəkir rayonuna. Gördüğünüz kimi arı yeşilləmiz burada yerləşdirilib. 2025-ci il iyunun 9-u səhər 6-ya qalmış 10 dəqiqə. Gördüğünüz bu bütün sahələr qaratikan sahələridir. Bak gördüğünüz hamısı. İnşallah bugün biz Allah'ın izniyle yeşillərdəki şanıları, yani hazır peçatlanmış şanıları bu miniyə yükləyəcəyik. İnşallah qaxa aparıb balımızı süzəcəyik. Gördüğünüz bu bütün hamısı qaratikan sahələridir. Bax belə gözəl insanlar. Arıçılığın işi budur. Bunun məqsəd odur ki, biləsiniz ki, arı yeşillərini gəzdirməsən, bal əldə edə bilməzsən. İnşallah burada videonu saxlayıram. Lazım olsa yenə də çəkiş eləyib sizinlə bölüşərəm. Çok güzel yerlerdir. Hakikaten güzel yerler. Hakikaten. Hem güzel yerdi, hem maraqlı, hem de səfalı. Qardaşlarımız artıq başlayıblar işə. Belə inşallah çəkiliş olacaq Allah'ın izniyle yenə də sizinlə bölüşərəm. Değerli izləyicilər, elhamdülillah artıq biz Şəkidən çıxmışıq. Qalxdayıq. Qardaşlarımız süzmək üçün hazırlıq görürlər. Gördüyünüz bu şanıdır. Mən sizə izah edəcəm ki, zabrus nədir? Bu qardaş soyduğumuz vedrənin içinə düşən zabrusdur. Bu zabrusdur qardaş. İnşallah gələcəkdə zabrusa aid çəkiliş olacaq. Sizinlə bölüşəcəm. Bax belə dəyərli izləyicilər. Həmd olsun Allaha ki biz bura sağ-salamat çatdıq. İnşallah indi biz şanlarımızı, peçatını təmizləyək. O yeşilləri yerləşdiririk. Sonra cihazda balı süzəcəyik. Davamlı videomuz olacaq. Dediyim cihaz dəyərli izləyicilər budur. İnşallah artıq biz yarısını təmizlənmiş, yəni ki peçatları təmizləyib yerləşdirmişik öz ramkalar bura. Bir dənə Elşən yığ qardaşım, yığ. Dəyərli izləyicilər, Elşən bir dənə göstər. Artıq bu ramka təmizlənilib, yəni zabrus təmizlənib. Orada yerləşdiririk. İnşallah. Yığ Elşən. Yani bu cihaz tam avtomatdır. Yalnız ora ramkarları yerləşdiririk və busk verib işlədirik. Yani işin asanlığıdır. El cihazları da var, amma bu daha asandır. Baha da olsa işi asanlaşdırır. Dəyərli izləyicilər, əsas bu videonun çəkilişin səbəbi odur ki, yəni siz əvvəldən gördünüz ki, proses necə gedir. Yəni ki, bu yeşikləri, yəni arıları gəzdirməsəniz, yəni müəyyən vaxtda istəyir, mayda istəyir, maydan sonra, yəni əllə bal edə bilməz. İnşallah Elşən qardaşımız işə salsın cihazı. Bir neçə dəqiqə belə fırladır və gördüyünüz o ramkalardan divarlara ballar çırpılır və beləcə də həminki ramkalar boşalır. Sonra beləcə işləyir. İnşallah 2 dəqiqədən sonra artıq biz gördüyünüz bu qaba balımızı süzəcəyik.